Ayın 11-də Dənizkənarı Milli Parkda Bakı 2015-in dəstəkçisi və məhsulların tədarükçüsü Bazar Store'un dəstəyi ilə ilk Avropa oyunlarının rəsmi mağazasının açılış mərasimi olub. Azertac xəbər verir ki, mərasimdə çıxış edən Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Simon Clegg ilk Avropa oyunlarının rəsmi məhsullarının satışa çıxarıldığı üçün məmnunluğunu bildirib. 2 həftə əvvəl ilk Avropa oyunlarının məşəlinin Atəşgah məbədində alovlandırıldığını bildirən Simon Clegg, hazırda məşəlin Azərbaycanın bölgələrini dolaşdığını və vətəndaşların bu möhtəşəm idman tədbirinin bir parçasına çevrildiyini vurğulayıb. Qeyd edib ki, Bazar Store mağazalar şəbəkəsinin satışa çıxardığı məhsullar hər bir kəsdə Azərbaycan və Avropada yaşanacaq bu həyəcanı yaşamaq imkanı yaradacaq. Satışa çıxarılan məhsulların üzərində ilk Avropa oyunlarının brendinin həkk olunduğunu bildirən Simon Clegg, mağazaların Bakı 2015-in azarkeşlərinə böyük hədiyyə olduğunu diqqətə çatdırıb. Azersun Holdingin ictimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək şöbəsinin müdiri Afiq Səfərov deyib ki, Bazar Store komandası olaraq Bakı 2015-in uğuru üçün həm bir təşkilat, həm də Azərbaycan vətəndaşı kimi əllərindən gələn dəstəyi göstərməyə hazırdılar. Məhsulların dizaynı xüsusi olaraq Bakı 2015 üçün yaradılıb və onlar öz orijinallığını təsdiqləyəcək holoqramma ilə təmin olunublar. Satışa çıxarılan məhsulları Bazar Store mağazalar şəbəkəsindən paytaxtdakı 3 ticarət mərkəzindən, atletlər və media kəndlərindən əldə etmək mümkün olacaq. Pərvanə Rəhimova, Səxavət Quliyev, Vüsal Vidadioğlu, Arzum Nurşzadə, Azertac.